Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz sırf ali təhsil müəssisələrində təhsil alan tələbələrə aiddir. Bunlar abituriyent müddəti bitdikdən sonra adətən çox yüksək səviyyədə aqressiya yaranır. Məsələn, frustrasiya, yaxud bundan əlavə nevroz, bundan əlavə psixovegetativ daha çox depressiya yönümlü xəstəliklər və sonuncu olaraq yalnız depressiya. Bu nə ilə bağlıdır? Abituriyent müddətində 10 və 11-ci sinifdə həddindən artıq yüksək dərəcədə hazırlıqlara və fənlərin oxunmasına yüksələn ağırlıq və çətinliklər dönəmindən çıxması və özünün artıq qabarıq formada biruzə verən aqressiyaların ortalığa çıxarması. O qədər bədən yüklənir, beyin yüklənir və nəticə etibarı ilə də bədən rahatlayan zaman da bədən nə qədər rahatlısa da nevroz halları ortaya özünü daha qabarıq göstərir. Sanki həmin illərdə çəkdiyi ağrının acısının belə deyək, bir növ yığıntısını indi özündə biruzə verir. Və nəticə etibarı ilə də tələbələr adətən xüsusən 1-ci və 2-ci kurs tələbələri o müddəti təzəcə bitiriblər, yəni hazırlıq və ağır dönəmini və baxırsan ki, adi məsələn, istər qız olsun, istər oğlan olsun, metroda, yolda bilmədən, yaxud insansan da, indi bilərəkdən kimi hallar olmaz ki, qol çiyin belə toxunur, loru dilindən desə, biraz kobud səsini atır başına. Baxırsan ki, o dərəcədə nevrozdur ki, o dərəcədə bəlkə də travma mı alıb, bu qədər ağırmı, bu qədər depressiyaya düşürmü? Nəticə etibarı ilə də verdiyi reaksiyanın həmin hərəkətə uyğun olmadığını da görürsən və bilirsən. Ona görə bu halları valideynlər diqqətlə yaxınlaşsın, ekrana dinləsinlər həmin övladların anaları və ümumən bu kimi halları aradan qaldırmaq üçün istənilən şagirdin yaxud xüsusən tələbənin anası həmin övladına qarşı hər hansı bir dərman yox, serotonin və ya digər təbəssüm verici, nevrozu aradan qaldırıcı psixohipotet dərmanları yox, sadəcə onu sinirli sakitləşdirən və ya diqqətini artırmaq üçün daimi olaraq həmsöhbət olmaq, ailə ortamı deyilən bir şey var, ailə münasibətlərinin keyfiyyətlərini artırmaq və gedib elə bir şərait yaranmasın ki, o gedib dərdin sərini çölə deməsin. Evdə anasına, bacısına, qardaşına, ailə fərdlərinə. Çünki pis olan odur ki, yaxşısında da pisdə də gəl o çölə qaçırsa, deməli problem günah da valideynlərində də ailəsindədir. Yəni ona görə hər zaman övladlarınıza diqqət ayırın ki, ağır dərəcədə yüklənmədən sonra onların həyat fəaliyyəti ən azından 100-ün 40-50% normasına düşsün. Yoxsa anormal şəraitdə nevrozun artması onun gələcək ailə fəaliyyətinin təsirçi və hətta irəli zamanda boşanmalara da gətirib çıxara bilər. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yaza bilərsiniz və ya şərh bölməsinə fikirlərinizi qeyd edə bilərsiniz. Seanslarımız əyani və onlayn davam edir.